Salam, hər vaxtınız xeyir dostlar. Bugünkü videomuzun mövzusu ordumuzun arsenalında yer alan Strela seriyalı hava hücumundan müdafiə sistemləridir. Bu sistemlər nə vaxt yaradılıb, imkanları nələrdir? Eləcə də bu sistemlər modernizasiya olunmalıdır, yoxsa əvəz olunmalıdır? Hansı sistemlə əvəz olunmalıdır? Bununla bağlı da öz fikirlərimi sonda sizlərlə bölüşəcəm. Xoş izləmələr. Strela seriyası Sovet istehsalı olan yaxın mənzilli və aşağı hündürlüklü daşınan və öz yeriyən modellərdən ibarət infraqırmızı başlıqlı, digər adı ilə istilik başlıqlı hava hücumundan müdafiə sistemidir. Ordumuzun arsenalında bu seriyanın ikisi daşınan, ikisi öz yeriyən olmaqla ümumilikdə 4 model var. Bunlar daşınan Strela 2M, Strela 3, özü yeriyən Strela 1 və Strela 10 modelidir. Strela sözü rus dilində ox deməkdir. Bu ox seriyasının təyinatı motatıcı və tank bölmələrini düşmənin aşağı hündürlükdə uçan aviasiya vasitələrinin hücumlarından qorumaqdır. Strela seriyasının tarixi 1960-cı ildən başlayır. Belə ki, 1960-cı ildə SSR-də Strela 1 və Strela 2 zenit raket kompleksi layihəsinə başlandı. Strela 1 ilkin mərhələdə daşınan zenit raket kompleksi kimi planlaşdırılmışdı, lakin daha sonra daşınan versiyadan imtina edildi və onun BRDM-2 şassi üzərinə quraşdırılmış öz yeriyən modelinin hazırlanmasına qərar verildi. Hər iki sistem həm Strela 1, həm Strela 2 1968-ci ildə Sovet ordusunun silahlanmasına verildi və həmin ildən bu sistemlərin təkmilləşdirilməsinə başlandı və Strela 1M və Strela 2M model hazırlandı. Bu modellər 1970-ci ildə silahlanmaya verildi. Modernizasiya nəticəsində Strela 1M-in axtarış başlığı təkmilləşdirilib, dəqiqliyi bir qədər artırıldı, eləcə də ən aşağı vuruş hündürlüyü 50 metrdən 30 metrə endirildi. Maksimal atəş hündürlüyü isə 3000 metrdən 3500 metrə çatdırıldı. Hər iki modelin həm baza Strela 1-in, həm onun təkmilləşdirilmiş modeli 1M-in atəş məsafəsi 4200 metrdir. Strela 1 fotokonstrast tuşlama başlığı ilə təchiz olunmuşdu. Bu sistem hədəfi istilik izi ilə deyil, onun göy üzündə yaratdığı qaranlıq silüetinə görə tapıb izləyirdi. Lakin bu başlığın buludlu havada, eləcə də qaranlıqda effektivliyi kəskin aşağı düşürdü. Strela 1M modelində bu sistemə infraqırmızı izləmə qabiliyyəti də qazandırıldı. Strela 2M-də də həmçinin raketin infraqırmızı axtarış başlığı təkmilləşdirilib, dəqiqliyi bir qədər artırılıb, eləcə də Strela 2-nin atəş mənzili 3600 metr, atəş hündürlüyü isə 50 metrdən cəmi 1500 metrə qədər idi. Strela 2M-in atəş mənzili 4200 metrə, atəş hündürlüyü isə 2300 metrə çatdırıldı. Daha sonra isə seriyanın bir digər daşınan modeli olan Strela 3 ərsəyə gəldi. Bu model 1974-cü ildə silahlanmaya qəbul edildi. Strela 3-ün atəş mənzili 500 metrdən 4500 metrə qədər, atəş hündürlüyü 30 metrdən 3000 metrə qədərdir. Seriyanın Strela 10 modeli isə silahlanmaya 1976-cı ildə qəbul edilib. Bu model tırtıllı MT-50 şassi üzərində yerləşir. Sistemə 4 raket ilə təchiz olunmuş buraxıcı qurğu, hədəfə qədər olan məsafəni və hədəfin sürətini ölçən kiçik ölçülü radar və kiçik optik nişangah daxildir. Strela 10-da da həmçinin Strela 1M-də olduğu kimi raketin axtarış başlığında fotokonstrast və istilik kanalından istifadə olunur. Raketin atəş mənzili 800 metrdən 5 kilometrə qədər, atəş hündürlüyü 25 metrdən 3500 metrə qədərdir. Nəticə olaraq Strela seriyası həm yaşca, həm texnoloji cəhətdən köhnədir. Günümüzün müasir tələbləri qarşısında zəifdir. Bu sistemləri modernizasiya etməyə də dəymir. Ən doğru addım yeni müdafiə sistemi ilə əvəz olunmasıdır ki, burada da fikrimcə ordumuz üçün ən uyğun seçimlərdən biri Türkiyənin Sungur sistemidir.
Sunqur həm daşınan, həm öz yeriyən modeli ilə daşınan və öz yeriyən Strela sistemlərini əvəz edə bilər. Bu sistemlərin Sunqurla əvəz olunması hava hücumundan müdafiə qüvvələrimizin müdafiə imkanlarını çox ciddi ölçüdə artırmış olur. Bəs sizcə hava hücumundan müdafiə qüvvələrimiz nə etməlidir? Bu sistemlər hansı sistemlərlə əvəz olunmalıdır? Şərhlərdə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Videonu bəyənməyi, kanala abunə olmağı da unutmayın. Gələn videolarda görüşənədək hələlik.